Hamınıza salam dostlar. Uzun bir aradan sonra yenə sizlərləyəm. Biz bugün günlük istifadə üçün LED işıq hazırlayacağam. İstifadə edəcəyimiz komponentlər indi sadalayıram. O LED-i yerləşdirəcəyim bir ədəd kutu və bir ədəd LED, bir ədəd LM3608 volt artırıcı step-up modulu, bir ədəd batareyanı şarj edəcək TP4056 modulu, bir ədəd 3.7 volt 333 mAh saat litium-ion batareya. İndi isə videomuza keçək. Dostlar, bu bataryada bir mənfi, bir müsbət ucu. Bu müsbət ucu TP4056-mızda bu müsbət yerinə, mənfi ucu isə bu mənfi yerinə bağlayacaq. Burada çıxış isə out müsbət, out mənfi çıxış eləyəcəm. Mən TP4056-nın BMS-li moduluna istifadə edəcəyəm. Siz də daha güvənli olmağını istərsinizsə, BMS-li modulundan istifadə edin. Bu BMS çox böyük, mühüm rol oynayır bu modulda. Qısa dəvrənin qarşısını alır. Qısa dəvrədə, yəni yanğından səbəb aça bilər. Bəli dostlar, TP4056-nın girişlərini elədim. İndi isə MT3608 modulundan girişlərini edəcəm. Burada sizə dediyim out mənfi, out müsbət uclarını, buradakı out yox, burada giriş Type-C portunun yanındakı Win müsbət, Win mənfi yerlərinə bağlayacağam. Burada out mənfini Win mənfiyə, out müsbəti isə Win müsbətə bağlayacağım. Invincible. Girişlərimizi etdik. İndi isə bu MT3608 modulundakı potansiyometr ilə potansiyometri tənzimləyərək buradakı vinti vuraraq 12 volta gətirəm. Mən səhv xatırlamıramsa bu potansiyometr 12 volt olmalıydı. İndi isə təhlükəsizlik üçün, dedi yandırmamağımız üçün multimetrlə ölçüləcək. .51. Biz bunu 12 volta salacaq. Çünki yüksək enerjini bu LED-ə versək, bu LED anında yanacaq. Bu vinti bu tərəfə, yəni bu tərəfə doğru çevirəndə azaldır. Batareya bu tərəfə çevirəndə isə çoxaldır. İndi biz bunu biz tərəfə
Biz bunun ağzını bağlamaq üçün bir kartondan buna bunun üçün isə belə bir kartondan istifadə edəcəyik. İndi bu kartonun bunun burasını yetdik bir hissədə kəsib gəlin. Bəli dostlar, kəsib gəldim. Burada led çöldə olacağı üçün naqil boşluqda qoydum. Biz bunu bataryanı şarj edə bilməyimiz üçün TP4056'nın girişini bu kartonla deşiyə asacağıq. İndi isə bu kəsdiyimiz parçanı burada bunu hara gətirəcəyinə baxaq. Bu düymə 2 dənə modu var. Yəni baxın 1 2. Bu 220 voltluq düymə idi. Mən bunu salmışam 10 kilovoltluq zada. Burada daha böyük diod var idi. Mən bunu 1in 4007 dioda çevirmişəm. Buradan girişi, buradan çıxış eləyəcəyəm. Bu düyməni də yəqin ki ledin yanına qoyaram da asan olsun deyə. Əslində belə olmağı mənim üçün daha sərfiyyatlı oldu, çünki bir yerə qoyub istifadə eləmək daha asan olacaqdı. Onu hər dəqiqə basıb tutmağa ehtiyac yoxdur yəni. İndi isə bunu modulun üstünə alaq.
Bəli dostlar, işığımız bitdi. Görünüşdən çox yaxşı görünməyə bilər. Amma məncə yaxşıdır. Mən bunu aktiv işlətmək üçün düzəltməmişəm. Bunu günlük istifadə üçün də düzəltməmişəm. Bu lazım olduqca işlədəcəyəm təbii ki də. İndi isə ən maraqlı qismə gələk. LED-in işləyib işləməməyini yoxlayaq. Bismillahirrahmanirrahim. Bəli, gördüyünüz kimi işığımız tam gücü ilə işləyir. İkinci mod. İkinci modda gördüyünüz kimi zəif işləyir. Sağ olun, salamat qalın. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənib abunə olmayı unutmayın. Sağ olun, salamat qalın.